Salam, axşamınız xeyir olsun. Günas TV-yə baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Ateşkəsdən sonra İranda etnik azlıqlar getdikcə daha çox hədəfə alınır. Obalıdan açıqlama. Tanınmış hüquqşünas İsa Nəzəri vəfat etdi. İran şəhərdə silahlı qarşıdurma, ölənlər var. ABŞ İranın blokadasını pozmaq istəyən 40-dan çox gəminin yönünü dəyişdi. Birləşmiş Ştatlar Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir. İndi isə daha ətraflı. Ateşkəs qüvvəyə mindikdən sonra İran daxilində hər kəs əziyyət çəksə, döyüşlərin dayanması ilə repressiyaların daha da gücləndiyi müşahidə olunsa da, İranda yaşayan etnik azlıqlar bu təzyiqi daha çox hiss edib. Bu sözləri Güney Azərbaycan televiziyasının Amerikada yaşayan rəhbəri, siyasi fəal və jurnalist Əhməd Obalı İsrail National News nəşrinə müsahibəsində deyib. İran daxilindən gələn məlumatlara görə Birləşmiş Ştatların atəşkəsi nə qədər davam etdirəcəyinə qərar verməyə çalışdığı bir vaxtda İslam Respublikası kükrəyən aslan, epik qəzəb əməliyyatlarına verilən fasilədən sonra insan haqları pozuntularını artırıb. Son 3 həftə ərzində İran Xalq Mücahidləri Təşkilatının üzvü olduqları iddia edilən 8 nəfər, eləcə də 2026-cı ilin yanvar qiyamı zamanı həbs edilən 7 etirazçı edam edilib deyə Obalı qeyd edib. Günas TV-nin rəhbəri və tanınmış Güney Azərbaycanlı dissident jurnalist Əhməd Obalı bildirib ki, ateşkəsdən sonra Güney Azərbaycanlılar və başqa etnik qruplar da daxil olmaqla İranın etnik azlıqları daha çox hədəf alınır. Onun sözlərinə görə ateşkəsdən sonra Şərqi Azərbaycan vilayətində 63 nəfər saxlanılıb. Bir ana 13 yaşlı qızı İran xaricinə şəkillər göndərdiyinə görə həbs edilib. Bu şəxslər sadəcə olaraq İran daxilindəki dağıntıların şəkillərini xaricdəki qohumlarına və ya dostlarına göndərdikləri üçün dövlətə xəyanət ittihamı ilə həbs ediliblər deyə Obalı bildirib. Həbs edilənlərin düşmənlə əməkdaşlıq etməkdə ittiham olunduqlarını deyən Əhməd Obalı bunun səbəblərinə də toxunub. Çünki onların qohumları İran xaricindədir. Adətən onlar günahsız olduqlarını sübut edənə qədər günahkar sayılırlar və günahsız olduqlarını sübut etmək onlar üçün çox çətindir. Bu şəxslərin bir çoxunun günahsız halda günah keçisi kimi edam ediləcəyi ehtimal olunur. Bununla da Sepahın Kəşfiyyat İdarəsi vəziyyətə nəzarət etdiyini göstərmək istəyir. Obalı həbs olunanların adlarının açıqlanmadığını, buna görə də xarici dünyanın onların yaxınları ilə əlaqə saxlaya bilmədiklərinə diqqət çəkib. Yaxınlarının həbsindən danışanların özləri də həbs olunurlar. Beləliklə, rejim mümkün etirazların qarşısını almaq üçün cəmiyyət arasında qorxu yaratmağa çalışır. Günas TV-nin rəhbəri bildirib ki, bununla belə İran rejimi təkcə kütləvi həbslər və edamlarla kifayətlənmir, digər sahələrdə də mülki şəxslərə qarşı hücumlarını davam etdirir. Davam edirik. Güney Azərbaycanın tanınmış jurnalisti, hüquqşünası və ictimai fəallarından biri olan İsa Nəzəri Urmiya şəhərində vəfat edib. Günas TV-nin məlumatına görə Nəvid Azərbaycan nəşrinin sabiq baş redaktoru, jurnalistika, hüquq və ictimai fəaliyyət sahəsində sayılan simalardan biri olan İsa Nəzəri 29 aprel Urmiyada dünyasını dəyişib. Nəzəri uzun illər media, vətəndaş hüquqları və Azərbaycanın mədəni məsələləri sahəsində fəaliyyət göstərib. Onun rəhbərliyi dövründə Nəvid Azərbaycan nəşri Güney Azərbaycanın mədəni, tarixi, ictimai və hüquqi problemlərini əks etdirən mühüm platformalardan biri olub. O, hüquqşünas və ictimai fəal kimi Azərbaycanın dil və mədəni hüquqlarının müdafiəsi, Urmiya gölü məsələsi, söz azadlığı və mərkəzçi siyasətlərin tənqidi istiqamətində tanınmış sima idi. İsa Nəzəri öz yazılarında və çıxışlarında İran türklərinin milli kimliyini vurğulamış və milyonlarla türk üçün etnik qruplar ifadəsinin işlədilməsini tənqid etmişdi. O, həmçinin Azərbaycanın tarixi məsələləri, o cümlədən Ciloluq faciəsinin inkarına qarşı mövqe tutmuş və açıq debat çağırış etmişdi. Günas TV 1400-cü ildə onun bu mövqeyini və debat çağırışını işıqlandırmışdı. Ötən gün Təbrizin mərkəzi həbsxanasında biri qadın olmaqla 3 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə Hənifə Avəndi adlı qadın məhkum adam öldürdüyünə, Əkbər Molayi və Cavad Abedi isə narkotik maddələrin alverinə görə edam ediliblər. Qeyd edək ki, 2026-cı ilin ilk 4 ay ərzində İranda 600-dən çox məhbus edam edilib.
Loristan əyaləti və Babol şəhərində keçirilən əməliyyatlar zamanı biri qadın olmaqla daha 10 nəfər həbs edilib. Bu barədə yerli media məlumat yayıb. Babolda saxlananlar kiberməkanda ictimai rəyi pozmaq məqsədi ilə paylaşımlar etməkdə günahlandırılıblar. Loristanda həbs edilən 7 nəfərə isə müharibə zamanı hədəf alınan yerlərin görüntülərinin hazırlanması və ölkənin qərb bölgəsində yerləşən hökumət binalarına qumbara hücumlarının planlaşdırılması ittihamları irəli sürülüb. Saxlananların kimliyi barədə açıqlama verilməyib. İranın Sistan və Bəlucistan əyalətinin İran şəhər rayonunun Damən bölgəsində 2 etnik bəluç öldürülüb. Bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə hökumət qüvvələri 2 sərnişinin olduğu avtomobilə xəbərdarlıq etmədən atəş açıblar. Hökumət mediası hadisənin silahlı qarşıdurma olduğunu yazıb. Öldürülən şəxslərin kimliyi barədə məlumat verilməyib. Ötən gün Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis qüvvələrinə silahlı hücum nəticəsində ölənlərin sayı artıb. Bu barədə yerli media məlumat yayıb. Məlumata görə Məhəmməd Rıza Nizamdost, Əli Momeni və Ələsgər Qoldəvi adlı zabitlər həlak olub, başqa bir zabit isə yaralanıb. Silahlı hücumun məsuliyyətini Ənsar Əl Furqan silahlı qruplaşması öz üzərinə götürüb. İran Futbol Federasiyasının başçısı Mehdi Tac və onu müşayiət edən federasiya nümayəndələri Kanadanın Toronto şəhərinin əsas hava limanına gəldikdən sonra Kanada immiqrasiya əməkdaşları tərəfindən geri qaytarılıblar. Futbol Federasiyasının rəsmiləri immiqrasiya əməkdaşlarının uyğunsuz davranışına etiraz olaraq öz qərarları ilə geri qayıtdıqlarını iddia ediblər. Xarici medianın yaydığı məlumatlara görə İran futbol rəhbərliyinin arasında İranın sərt xətt tərəfdarı olan İslam İnqilabi Keşikçiləri Korpusunun keçmiş üzvü də olub. Rəsmilər dünya çempionatı öncəsi Vancouverdə keçiriləcək FIFA toplantısında iştirak etməli idilər. Kanadanın İctimai Təhlükəsizlik naziri Geri Anandasangari bildirib ki, məxfilik qanunlarına görə konkret halları şərh edə bilməz, lakin əlavə edib ki, Sepah üzvləri Kanadada arzu olunan deyil. Xəbərlərimiz davam edir. İran nüvə və raket sənayesini özündə saxlayacaq. Bu, İranın ali rəhbəri Ayətullah Müctəbə Xamneyinin bəyanatında öz əksini tapıb. Eyni zamanda o, İranın Hörmüz boğazına nəzarəti davam etdirəcəyini bildirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Admiral Brett Cooper aprelin 30-da ABŞ prezidenti Donald Trump üçün İrana qarşı hərbi əməliyyatların bərpasının yeni potensial ssenarilərinin təqdim olunacağı xüsusi brifinq keçirməyə planlaşdırıb. Bu barədə Axios portalı məlumatlı mənbələrə isnadən yazıb. Bu brifinq onu göstərir ki, Trump iri miqyaslı döyüş əməliyyatlarının bərpası perspektivini ciddi şəkildə nəzərdən keçirir deyə nəşr vurğulayıb. Nəşrin öz qaynaqlarına istinadən verdiyi məlumata görə ssenarilərdən biri Hörmüz boğazında kommersiya gəmiçiliyini bərpa etmək üçün onun bir hissəsinin ələ keçirilməsini nəzərdə tutur. Mənbə bildirib ki, belə bir əməliyyat quru qoşunlarının tətbiqini özündə ehtiva edə bilər. Ağ Evdə məlumatı şərh etməyiblər. İranın dəniz blokadasının başladığı 13 aprel tarixindən bəri ABŞ ordusu blokadanı pozmağa çalışan 40-dan çox ticarət gəmisinin istiqamətini dəyişib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Çərşənbə günü ABŞ ordusu blokadanı pozmağa çalışan 42-ci ticarət gəmisini geri dönməyə vadar edib deyə komandanlığın rəhbəri Admiral Brett Cooper deyib. O bildirib ki, blokada Tehranın tankerlərə yüklənmiş təxminən 69 milyon barel neft satmasına mane olur. Birləşmiş Ştatlar Administrasiyası Hörmüz boğazından gəmilərin hərəkətini təmin etmək məqsədi ilə yeni beynəlxalq koalisiyaya qoşulmaq üçün digər ölkələrə dəvət göndərib. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb. Məlumata görə Dövlət Departamenti ABŞ səfirliklərinə yeni dənizçilik təşəbbüsü barədə məlumat göndərib və diplomatlardan xarici hökumətləri koalisiyaya qoşulmağa inandırmalarını istəyib. Qəzet bildirir ki, Birləşmiş Ştatların rəhbərlik etdiyi yeni koalisiya iştirakçılara məlumat mübadiləsi aparmağa, diplomatik səyləri əlaqələndirməyə və sanksiyaların tətbiqinə kömək edəcək.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol cümə axşamı bildirib ki, İran müharibəsinin yaratdığı pozuntular səbəbindən dünya tarixinin ən böyük enerji böhranı ilə qarşı-qarşıyadır. Birol Parisdə keçirilən konfransda deyib, neft və qaz bazarları ciddi çətinliklər yaşayır. O əlavə edib, dünya böyük iqtisadi və enerji çətinliyi ilə üz-üzədir. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.